Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Allah tutduğunuz orucu, etdiyiniz duaları qəbul eləsin. Bugünkü videomda iftar sonrası çay süfrəsinə verə biləcəyiniz yumuşaq, tort dadında çox ləzzətli piroqun hazırlanmasını sizinlə paylaşıram. Bunun üçün ərzaq qabına 4 ədəd sındırdığım yumurtanı əlavə eləyirəm. Üzerine 200 ml stəkanla 1 stəkan yarım şeker tozu. Yumurta ilə şeker tozunu 2-3 dəqiqə yaxşı mikserlə qarışdırıram. Tam ağarıb mayonez halına gələnə qədər mikserlə qarışdırıram. Qarışdırandan sonra qaba 200 ml stəkanla 1 stəkan yarım süd əlavə edirəm. 100 ml də bitki yağı. Bunları artıq mikserlə qarışdırmıram, elə çırpıcı ilə biraz qarışdırıram. Başqa bir qabda un götürmüşəm. 200 ml stəkanla 2 stəkan yarım un götürmüşəm. Üzərinə bir paket 5 qram şəkərli vanil əlavə eləyirəm. 15 qram bir dolu paket, bir də yarı paketdə qabartma tozu əlavə eləyib quru ərzaqları biraz qarışdırıram. Qarışdırandan sonra ələyə töküb ələkdən keçirdirəm. Yaxşı qarışması üçün unu 3 dəfədən ələkdən keçirdirəm. Ələkdən keçirdəndən sonra çırpıcı ilə qarışdırıram. Un bitənə qədər ələkdən keçirdib yaxşı qarışdırıram. Elə qarışdırmaq lazımdır ki, içində topaqlar qalmasın. Belə gördüyünüz kimi nə çox bərk, nə çox yumuşaq bir piroq xəmiri alındı. Piroqu bişirəcəyim formanın içinə yağlı kağız sərmişəm, amma əgər yağlı kağızınız yoxdursa, onda elə formanın içini, yanlarını kərə yağla ya da margarinlə yaxşı yağlayıb, içərisini biraz unlayıb, sonra xəmiri əlavə eləyə bilərsiniz. Xəmiri formanın içinə yayıram. Onda qeyd edeyim ki, istifadə elədiyim formanın diametri 30 santimetrdir. 2-3 dəfə masaya çırpıram. Havası çıxandan sonra 180 dərəcəlik sobada 30-35 dəqiqə pişirirəm. Piroq artıq pişib, gördüyünüz kimi çox yaxşı qabarıb. Çöplə yoxlayıram. Əgər ələ yapışmırsa, deməli içi də yaxşı pişib, qoyuram, qalır, soyuyur. Bu arada piroq biraz soyuyana qədər karameli hazırlayıram. Karamel üçün tavaya 6 xörək qaşığı şeker tozu tökürəm. Qazın ən aşağı xodunda şeker tozunu qarışdırmadan əriməyini gözləyirəm. Artıq yanlardan şeker tozunun rəngi dəyişib, qızarmağa başlayanda qarışdırıram. Tez qarışdırmaq lazımdır ki, çox qızaranda yanır, acı dadı verir. Ona görə tez qarışdırmaq lazımdır. Şeker tozu əriyəndən sonra üzərinə 1 xörək qaşığı qədər kərə yağı əlavə eləyirəm. Qarışdırıram. Kərə yağı da tam əriyəndən sonra üzərinə 150 ml qaymaq əlavə eləyirəm. Tez qarışdırıram. Əvvəlcə şeker tozu biraz bərkiyir, ona görə narahat olmayın. Dayanmadan qarışdırıram. Şeker tozu da, qaymaq da hamısı əriyib, bir-birinə qarışıb. Biraz qaynara düşəndə qazı keçirib ocaqdan götürürəm. Piroq artıq demək olar ki, yarı soyumuş haldadır. Hazırladığım karamelin hamısını piroqun üstünə əlavə eləyib hər yerinə çəkirəm. Piroqu belə sadədə üzərinə təkcə şeker pudrası səpib doğrayıb süfrəyə vermək olar, amma həm görünüşü, həm dadı fərqli olması üçün üzərini şokolad yağı, bir də qaymaqla bəzəyirəm. Şokolad yağını sıxma torbasına yığmışam. Daha yumuşaq olması üçün əvvəlcə sıxma torbasını qaynar suda biraz saxlayıram. Yağ daha da yumuşalır. Sonra uç hissəsindən biraz kəsib, videoda göstərdiyim kimi damla şəklində piroqun üstünə əlavə eləyirəm. Qaymağı da yenə eyni qaydada sıxma torbasına yığmışam. Onu da şokolad yağının üstündən əlavə eləyirəm. Əgər sizdə qaymaq yoxdursa, qaymağı qatlaşmış südlə, malako ilə də əvəz eləmək olar.
Əlinizin altında nə varsa ondan istifadə edə bilərsiniz. Şokolad yağı ilə qaymaq bitənə qədər hamısını piroqun üstünə əlavə edib bu şəkildə hazırlayıram. Piroq üçün istifadə etdiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxıb faydalana bilərsiniz. Sonda çöp yardımı ilə bir tərəfdən başlayaraq sonacan xətlər çəkirəm. Belə gül şəklində bir görünüş alınır. Hazır piroqu yarım saat gözlədirəm artıq. Sonra kəsib çay süfrəsinə vermək olar. Çox dadlı piroqdur. Piroqu belə hazırlayandan sonra artıq torta ehtiyac yoxdur. Tort dadında bir piroqdur. Kəsək görək necə alınıb. Yumuşaq, dadlı, iftar sonrası çay süfrəsinə yaraşan bir piroqdur. Siz də hazırlayın, əminəm ki, çox xoşunuza gələcək. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün isə öz təşəkkürümü bildirirəm. Videomuzu bəyənməyi, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.